Herkese salam. Videomuza xoş gəlmisiniz. Bu videomuzda adjective clauses izah edəcəyik və ya da ki relative clauses daha deyə bilərsiniz. Öncəliklə onu deyim ki, bu dərsə başa düşmək üçün siz çox yaxşı bir formada relative pronoun dərsini yaxşıca bilməlisiniz. Bunu yaxşıca başa düşmək üçün isə mənim relative pronoun adlı videom var. Relative pronoun yazın, elə çıxacaq kanalımda var. Deməli, gedin ora baxın. Orada hətta mən 20 dənə sual həll eləmişim sizin üçün. Relative pronoun bu arada topluda yoxdur. Oradan gedin işləyin. Oradakı testlərimin ayrı birini 20 dənə test izah eləmişim. Onun hamısını işləyin. O zaman siz başa düşəcəksiniz ki, bu nədir? Onu yaxşıca mənimsəyəndən sonra gəlin bu videoya. Bu videoda isə biz əlavə olaraq bir neçə dənə qaydada izah eləyəcəm. Ondan sonra adjective clauses başa düşə biləcəksiniz. Çünki adjective clauses həm buradakı qaydalar, həm də ki relative pronounun qarışığıdır. Bu şəkildə. Və onu da deyim ki, dərslərimi yazılmaq üçün burada görürsünüz ki, hansı dərsləri deməli tədris eləyirəm. Həmin bu nömrə ilə əlaqə saxlayın. WhatsApp-a yazın. Sizə məlumat göndəriləcək. Həyatımda uzun müddət sonra ilk dəfə bu qədər belə səliqəli bir PDF hazırlayıram. Burada səliqəli yazı yazıram. Bu mənim üçün çox səliqəlidir hal-hazırda. Xəttim çox pisdir. Gəlin indi isə izah eləməyə başlayaq. Birincisi, getdiniz o videoya baxdınız, qəşəngcə mənimsədiniz qaydaları. Çox qəşəng. İndi qaydanızda, qayda dəftərinizdə həmin o qaydalar var. İndi gəlsən bura. Birinci qaydam budur ki, when və where istifadə edəcəksən. When nə zaman deməkdir, where isə hara deməkdir. Amma burada when nə zaman ki mənasına gəlir. Bu Azərbaycan dilində yoxdur. Bunu daha yaxşı başa düşmək üçün dediyim o relative pronoun qaydasının izahına baxın. Başa düşəcəksiniz ki, bunlar nə işə yarayır. When sözü nə zaman ki deməkdirsə, deməli özünün əvvəl zaman istəyəcək. Hər hansısa zamana aid bir şey veriləcək. Day sözü ola bilər və yaxud da ki, belə bir şey də ola bilər. October 28 is the day when Alsu was born. Oktyabrın 28-i Alsunun anadan olduğu gündür. Düzdür? Və hökmən olan bir şey var. Yadında saxla, mütləqdir bu ki, when-dan sonra subject gəlsin. Əgər ki, when-dan sonra subject gəlməyibsə, özünü lap öldürsün bu variant, yəni düzgün olası deyil. Yəni when-dən əvvəl nə qədər tarix qoyursa qoysun, olmaz. Ondan sonra subject olmalıdır, bu vacibdir. Oktyabrın 28-i həmin o gündür ki, nə zaman ki Alsu anadan olub. İndi belə tərcümə eləmirsən də, deyirsən ki, Azərbaycan dilində, bu Azərbaycan dilində yoxdur deyənə biraz məzəli görünür. Amma tərcümə eləyə bilirsən Azərbaycan dilinə. Deyirsən ki, 28 oktyabr Alsunun anadan olduğu gündür. Deməli, where olanda isə sən burada play sözünü elə bir başa vermişəm, amma burada play sözü gəlməyə də bilər. Məsəl üçün, buradakı is, the... Sən bunu silməyə, mən bunu niyə belə şey eləmişəm ki? Burada yəni, bax, bu ola bilər. Bizə işarələməli olduğum söz əslində o deyil. Budur. Bax, bu sözdür. Toys. Bax, bu sözdür. Where sözünü işarələmək istəmişəm. Orada bax, səhv yazmışdım. Deməli, mən burada play sözü gəlməyə də bilər. Burada deyək ki, play sözünü yazmayıbsan. Bu da doğru bir variantdır. Belə bir cümlədə qurmaq olar. Yəni, where-dən əvvəl yer bildirən söz gəlməlidir və hökmən ondan sonra da subject gəlməlidir. Subject gəlməlidirsə, subject nədir? Mübtəda. Yəni, hərəkəti eləyən. Deyir ki, Brew Cafeteria Alsunun getməyi sevdiyi yerdir. Bu şəkildə. Başa düşdün? Place də verə bilər burada. Yəni, prosta göstərmək istədim ki, birdən elə başa düşərsiniz ki, burada, yəni, burada olduğu kimi, burada necə ki yazmışam bu play sözünü. Play sözünün gəlməsi mütləqdir. Elə başa düşərsiniz birdən. Yəni, elə deyil. Bu şəkildə. Məsələn, gəlin buna aid bir qayda izah eləyək. Test izah eləyək. Məsələn, burada görürsünüz ki, time sözü verilib. Konkret gəlib burada when-i götürəcəksən. Və fikir ver ki, when-dan sonra dinosaurs veribdir. Dinozavrlar. Özündən sonra da verb var. Ona görə də burada olacaqdır nə? Əmin olsan ki, bu subjectdir və bunu götürürsən. Days. When götürürsən. There was no television. Burada verbdir. Çok. Eyvallah. The moment. Moment.
where, daha doğrusu when. Michael Jackson did, verb'd. Burada subject. Bu şəkildə sonra. Bir dayan. Məsələn, small restaurant. Məsələn, digər variantlarda izah eləyəkdə niyə səhvdir? Sən where olanda yer bildirməyib də, zaman bildirib. Why deyəndə bu bilsiz nədir? Why deyəndə nəyəsə səbəbini izah edirsiniz. Burada səbəb yoxdur. Burada deyir ki, there was a time, bir vaxt var idi ki, dinozavrlar dünyanı dominə eləmişdilər. Bu şəkildə deyir. B variantında məsələn what'dan əvvəl noun gəlmir. Time zaman deməkdir. Yəni bu çıxdı. How da deyəndə nəyi necə etdiyini izah edirsən. Burada ona söhbət getmir. What'dan əvvəl noun gəlmir. Where olmayacaq. Dediyim kimi burada zaman bildirir, yer yox. Which olanda which olmayacaq burada konkret. Çünki burada əgər ki, yəni deyilsə when olmalıdır. Who da olanda burada yenə hər şey yəni yerinə oturur. Məsələn, burada noun gəlibdir. Amma yox, yerinə oturmur. Who-dan əvvəl canlı noun gəlməlidir, amma dey canlı deyil axı. Ona görə Y variantda gedir. D variantda olmayacaq çünki which olmaz. Əgər ki, burada konkret zaman anlayışı verirsə olmaz. Yəni digərlərdə eyni ilə. Məsələn, burada restoran deyir. Bu əgər ki, noundursa, what'un burada nə işi var? Sonra konkret restoran bilsən ki, cansızdır da, elə cansızdır. Və restoran deyəndə ağlına bina falan gəlirmi? Məsələn, məktəb deyəndə ağlına bina gəlir. Oca ağlına bir hansısa yer canlanırsa, məsələn, deyirəm alma. Yəni apple. Elə sən apple olanda hə, əlbəttə ki, which verəcəksən. Çünki apple-dan sonra yəni which gələ bilər. Çünki apple deyəndə almadır. Alma deyəndə ağlına eləcə alma gəlir də, yer gəlmir. Amma restoran deyəndə 4 divar olan yerdir. Ona görə yəni burada which yox, deməli where verəcəyik. When-dəki zaman bildirmir axı, restoran zaman mı bildirir? Whom-dəki whom-dan sonra pronoun gəlir daha çox və deməli özündən əvvəl canlı bir söz gəlməlidir, amma restoran canlı deyil. Buna çıxdıq. Oldu ya variant. Yəni bax bu şəkildə bunu çalışırsınız. Sonra burada relative pronounla bağlı digər bir məsələmiz də var ki, ya istir relative pronoun olsun, ya da istir adjective clauses olsun. Özündən əvvəl noun tək gəlibsə, bu agreement dərsində keçirilir, amma burada da işlədirik. Yəni uzlaşma, mübtəda ilə xəbərin uzlaşması. Noun tək gəlirsə, xəbər də tək də gəlir. Noun cəmdə gəlirsə, xəbər də cəmdə gəlir. Yəni bu uzlaşır. Məsələn, gedirik bir dənə 18-ci suala baxırıq. Bizim üçün burada fikir verir crop deyir. Crop nə deməkdir? Məhsul. İndi bax. When deyir bizə burada. Məhsul yer bildirmir. Ona görə də bunu çıxdım. Məhsul noundur. Noun isimdir. What-dan əvvəl isim gəlmir. Niyə? Çünki relative pronoun deyil. That verib bizə burada. That relative pronoundur. Tək gəlib. Crop məhsul tək gəlib. Burada contains verməli idi. Yəni burada sonunda s olmalıdır. Ya da heç olmasa contained ver də. Məsələn, biri var does ola. Yəni burada s verəndə elə bil ki, does vermiş olursan da həmin o qaydada present simple. Ümid edirəm qaydaları yaxşı bilirsiniz. Zaman qaydası. Amma did olanda bu yəni təkdə istifadə olunur. Deyəni belə verdim. Did olanda həm təkdir, həm də ki cəmdir də. Yəni həm he she üçün istifadə olunur, həm də digər şəxslər üçün istifadə olunur. Yəni çoxsa belə bir şey ver də. Yəni bu nə demək vermirsən? Yəni contain versənsə səhvdir bu. Sonra bir də bir qayda burada keçəcəyik. Əgər ki nöqtələrdən sonra subject gəlibsə, bax bura sənin nöqtəndir elə. Nöqtələrdən sonra indi varianta bax. Məsələn, D variantını gətirib bura qoyanda we sözü burada gəlir. Yəni nöqtədən sonra subject gəlmiş olur. Düzdür? Əgər ki nöqtədən sonra subject gəlirsə, nöqtələri doldurmaqsan da olar. Yəni hökmən burada we-dən əvvəl that olacaq, what olacaq deyə elə bir şey yoxdur. Yəni burada əgər ki nöqtələrdən sonra deyəndə uşaqlar gəlir, bura baxır. Deyir müəllim, bura. Was abla elə yox. Yəni ki, variantı götürüb bura qoyuram. Məsələn, burada nə olacaq? Nöqtədən sonra we sözü gəlmiş olacaq da bura. Başa düşdün? Onu deyirəm. Və bu D variantıdır. Y variantı niyə olmur? Save it deyir. Burada verbdur. Elə. Bəs burada da var axı. Burada da səmdən verbum var. 2 dənə verb bir cümlənin içərisində olmaz. Bu qaydanı hardan öyrənməlisən? Complex object izah edirəm. Niyə yoxdur? Deməli, niyə yoxdur?
Niyə olmaz? 2 dənə feil birlikdə. Yəni bax bu şəkildə olur. Bu da bu şəkildə. Bunu izah elədik, bunu izah elədik, bunu izah elədik. 5-i izah eləyirəm. Əgər ki, sən birincisi bilirsən ki, mən həmişə deyirəm ki, birinci variantlara baxın, o boyda cümləni oxumanız ehtiyac yoxdur, vaxtınız gedir. Sən varianta baxırsan, variantda görsən ki, nöqtədən sonra, bu ki, bu sənin nöqtəndir. Nöqtədən sonra nə gələcək? Bu variantlardan biri gələcək. Yəni, burada belə izah eləyək. Artiklsız ümumi noun gəlirsə, hökmən sən bura bax. Buranı belə yazmam. Bunu düzgün yazmamışam. Whose. Həbə belə indi düzgün oldu. Əgər ki, whose'dan sonra konkret bu belədir. Konkret bu belədir. Yəni, deyirəm ki, yəni belə hansısa variant varsa 99% cavab o olacaqdır. Digər variantlara ehtiyac yoxdur baxmağa. Niyəsini izah eləyəcəm, indi isə sübut eləyəcəm. Whose'dan sonra artiklsız ümumi noun gəlibsə konkret variant budur. Sən başqa şeyə heç baxma. Yəni sən əgər ki variantlara baxsan, orada whose gördünsə və tez bax gör özünün sonra artiklsız ümumi noun veribsə, elə bir dənə get elə onu götür. Digər variantları yoxlamanı yoxdur. Ehtiyac yoxdur ki, o düzdürmü yoxsa səhvdirmi? Birincisi cümləni oxumuruq, çünki vaxt gedir. İkincisi də ki, məsələn, digər variantları yoxlamamış oluruq, vaxt qazanırıq. Yəni 3 saat olur sənin imtahanın, hardan baxsan vaxt qazanmış oldun. Görsən? İndi bax, whose solutions deyir. Article həllər deməkdir. Solution həll deməkdir. Həll. İndi bax, article var bunun? Yox. Solution ümumi isimdirmi? Hə, məsələn, qız sözü ümumi isimdir. İndi gəl bunu xüsusiləşdirək. Also. Bu oldu xüsusi isim, bu oldu ümumi isim. Düzdür? Bu şəkildə. Yəni cavab burada konkret budur. İndi sübut eləyək ki, həqiqətən də cavab odur. Niyə həmişə deyirəm ki, 99% budur? Niyə əminliklə deyirəm? Çünki whose'dan əvvəl fərqi yoxdur. Canlı da gəldir. Canlı bildirən, yəni insana aid olan söz də gələ bilər. Cansız da gələ bilər ona görə. Yəni mənim üçün fərqi yoxdur ki, burada nə gəlir. Əsas yəni whose'dan sonraya baxıram. Whose'dan sonra da tutuşdusa, fiyoda cavab budur. Yəni başqa nəyə baxım ki? Problems verilib bizim üçün burada. Noun'dur bu. What'dan əvvəl noun gəlmir, çünki relative pronoun deyil. Whom sözü özündən sonra əsasən pronoun istəyir, amma əsas problem o deyil burada. Əsas problem odur ki, whom'dan əvvəl canlı gəlir, amma bu cansızdır. Ona görə bunu çıxdım. How olan cümlədə nəyisə necə etdiyimizi deyir. Burada deyir ki, bunlar o problemlərdilər ki, necə ki, onun cavabları sadədir. Yox. Hansı ki, bu həmin o problemlərdilər ki, hansı ki, onun cavabları sadədir. Normal Azərbaycan dilində desək, bu həlləri sadə olan problemlərdir. Görürsən bu şəkildə. Azərbaycan dilində yoxdur deyə biraz tərcümə ilə də məzəli çıxır birinci. Amma sonradan səlgiyə salanda görsən ki, hə, tərcümə ilə də oturur. D variantı normaldır. Why-dəki burada, necə deyim, reason bildirməlidir də. Yəni, burada hansı bir səbəb yoxdur ki, yəni, niyə həllər asandır? Söyləyəcək variantı. 38-ə fikir ver, o da elədir. Məsələn, whose roof. Roof dam deməkdir. Article olmayan noundur. Get bunu götür. Digər variantları izah eləmirəm, yəni 38-37 ilə eynidir. Sonra indi 3-cü qaydamızda izah eləyək, ondan sonra digər buradakı bütün sualları izah edəcəm. Ayda 3-ü görüb gedib 33-ə baxıram. 1 dəqiqə. 34. İndi fikir ver. Əgər ki sənin cümləndə in which verirsə, inlə which, yəni in qabaqda gələndə, which sonradan gələndə bunlar yan-yana yazar. Piçik deyəndə, yəni ki in which, yəni belə yazar da, yəni burada bunun arasında söz falan qoymursan. Amma fikir ver, burada demişəm which, .in, yəni bura söz də ola bilər, cümlə də girə bilər, fərqi yoxdur. That, in də eyni ilə. Demişdik ki, that nəyi əvəz eləyə bilər? Who'nu, whom'u, bir də ki which'i əvəz eləyə bilər. Yəni burada da which varsa deməli that da ola bilər. Yəni ya belə verəsən, ya da ki where verəsən. Yəni ki where olan cümlədə in, on, at, belə söz önlülər ola bilməz. Gəl baxaq. Əslində 34-də sən who'u görən kimi variantlar baxıram ki, who's varsa tez ondan sonraki sözə baxıram. Stage səhnə deməkdir. Article olmayan noundur. Davay cavab budur. İndi fikir ver. Burada fikir versən ki Marshall Bruce Mathers III. Bu adam adıdır. Və bu yer deyil də konkret.
Where nədir burada verirsən? What-dan əvvəl bu noundur da, yəni adam adı noundur. What-dan əvvəl bu gəlməz. Who-dan sonra subject və yaxud da ki verb gələ bilər. Bu, okey, bunda problem yoxdur. Amma fikir ver. Bu adam adıdır. Bu adam adıdır və adam təkdir. Məsələn, also is deyərsən də elə. Yəni, bu əgər ki adamdırsa, bu təkdirsə, who-dan əvvəl də tək noun gəldisə, xəbər də təkdir olar dedim bayaqları. Uzlaşma qaydası keçdim sizə. Whom-dan sonra da pronoun gəlir. Verb gəlmir. Bunu da çıxdım. Oldu nə? D variantı. Yəni, Eminem'in səhnə adı Marshall Bruce Mathers III olacaq. Bu şəkildə. İndi isə gəlib bütün buradakı sualların hamısını izah eləyək başdan. Bu arada bu PDF-i atacağım. Telegram kanalımda olacaqdır. Kimsə istəsə gedib buradan əldə eləyə bilər. Buradakı sənin birinci sualın uzlaşma ilə bağlıdır. Bax, fikir ver, that veriliyib. Onun əvvəl tək noundur. Tək noundursa leads ver də. What-dan əvvəl noun gəlmir. Cavab ya variantda tək gəlib, xəbər təkdə. Leads verməlidir, çıx bunu getsin. Özə ki, where leads olmaz, subject gəlməlidir. Belə. Lead sözü, maraqlı sözdür, bir dənə buna baxa. Lead nəyisə aparmaq deməkdir. Lider sözü buradan gəlir. Lider də sən aparır da. Bir dənə izah eləyim. The way that leads to the forest. Yəni ki, meşəyə aparan yol. Meşəyə bələdçilik eləyən yol. Yəni meşəyə gedən yol. Is being repaired now. Yəni təmir olunur. Nəsə, sonra baxıram. Who's görən kimi tez bura baxırdım. Görsən səhvdir burada. Görsən verb veribdir. Yəni biz dedik ki, artiklsız noun gəlməlidir. Sonra that görürəm. That-ın əvvəl stories. Yəni burada cəmdədir. Has yox, have olmalıydı. Çıxdım. Sonra burada is translating. Burada verbdir. Burada da verb verib ki, verb olmaz cümlədə. What-dan əvvəl noun gəlmir. Story hekayələr deməkdir. Çıxdı. Which amma problem deyil. Which-dan sonra nəyin gəlməsi mənim vecimə deyil. Tamam mı? Əsas odur ki, burada cansız bir şey gəlsin. Hekayə də cansızdır. Sonra the man, baxıram bizim üçün burada nə verib? Man kişi deməkdir də. Noundur. Which nədir bura vermirsən? Who-da problem yoxdur. Üçüncü maraqlıdır. Bu nöqtələrdən sonra görsən burada we gəlir. We gəlirsə, yəni deməli subject gəlmiş olur da. Subject pronoundur. Subject gəldi deməli bu doğrudur. Sonra 4-də isə problemlə burada cavab verir. Burada problem nədir? Did you show? Məsələn, sənə deyirəm ki, also ate an apple. Elə. Sən bu sualını tır qurursan, deyirsən ki, did also ate apple. Ate yox, eat. Eat an apple, belə. Köməkçi feil, subject və verb verdin elə. Deyək, köməkçi feil, subject və verb. Belə şey mi olur? Sonunda sual işarəsi qoy. Sual işarəsi qoysa da səhvdir. Çünki sualı biz cümlənin ortasında soruşmuruq. Bunu mən izah eləmişim interrogative sentences cümlə qaydasında. Cümlənin başında gəlir sual. Yəni belə bu səhvdir. Sonra which-dən əvvəl cəm noun gəlib. Və burada da cəmdə xəbər, problem deyil. Amma burada zaten əvvəl cəmdə xəbər. Burada tək xəbər veribdir. Səhvdir. 2 olmayanlar birdən çıxaq. Hər şey okeydir də what-ın əvvəl noun gəlib. Designlar deyir. What-ın əvvəl noun gəlməz. Zaten bir variant yoxdur. Presented. Deyir ki, Mr. White soyaddır bu. Mr. White tərəfindən təqdim edilmiş dizaynlar. Təqdim edilmiş. Muş. Zaten bunu keçmişəm mən. Deməli, feilin 3-cü forması, yəni ki, participle to, dan sonra by'in gəlməsi. Belə bir qaydamız var. Yəni, buradan görə bilərsiniz. Yəni, bu participle seconddir. Yəni, bu feil deyil. Feili sifətdir. Ona görə fikirləşməyin ki, burada da feil var. Davay, burada da müəllim verdi. Elə yox. Başa düşdüyümdə necə? Feil sifət feil deyil. Sonra whom consists of. Elə bildim who's'da. Okay. Whom'dan sonra zaten pronoun gəlir bu səhvdir. Who'dan sonra consists veribdir. Okay. Who'dan əvvəl alfabet cansızdır. Bala, bu çıx. Who'dan əvvəl canlı gəlir. Where. Where'dan sonra subject gəlməlidir. Bu bir. İkincisi də ki, where'dan əvvəl burada yer bildirən şey gəlməyibdir. Çıx. What'dan əvvəl gəlməz noun. Alfabet əlifba deməkdir.
Zaten əvvəl alfabet də gəlibdi. Əlifba. Burada da consists of fe'in sonunda s var. İbarət olmaq deməkdir, ibarət. Sonra story təkdədir. Which'dan sonra helps olmalıydı. Who'dan əvvəl canlı gəlir. Bunu çıxart. Necəliyindən söhbət getmir. Hə, onu çıxarda bilərsən. What'dan əvvəl noun gəlmir, çıxdı. That'dan əvvəl s gəlir. Yəni ki, burada təkdədir. Əla. Sonra path yol deməkdir. Noundursa bunu çıx. Which'dirsə burada leads olmalı. That leads doğru. Leads, bax, bu verbdir. Burada da bir verb çıxart. Where'dən əvvəl subject gəlməlidir. Doğru, bax, yol görsən yoldur. Əslində tərcümə uyğun gəlməyəcək, amma fikirləşirsən ki, yoldursa yer adıdır. Yox, hələ fikirləşmə. Yəni bundan əvvəl konkret yer adı verməlidir, amma path burada əslində yer adı bildirmir. Ona görə heç o baxımdan da düzgün olmayacaq, amma əsas məsələ nədir? Burada subject gəlməyibdir, görsən. C variant. Sonra the grief. Grief sözü kədər deməkdir. Bilmirsənsə problem deyil. Yəni bilsən ki, bu noundur və burada yəni the article var. Article nə işlənir? Nounla işlənir də. So, griefs falan yoxdur. Ya da ki, məsələn, fikirləşirsən ki, sonu f ilə qutarır, grievous olsun. Yəni, nə fasında fikirləş, sonunda f yoxdur da. Görsən, yəni, burada which-dən əvvəl tək noundur. Ona görə burada was olmalıydı. Çox. Deməli, B doğrudur, B-də problem yoxdur. That'dan əvvəl the grief gəlmişdi bayaqları. Sözümüz budur. Was problem deyil. Who'dan sonra artikasız noun gəlməli, çıx. Where yer bildirmir. Bu bir, ikincidəki subject gəlməlidir. Çıx. What'dan əvvəl noun gəlmir. Çıx. Çox. B variant. Gözəl bir sual. Bayaqlar dediyim which in sual. Biz which'in sualına baxmadıq ki. Bilmirəm. Bax, məsələn, burada B variantında where-dan in var. Konkret olmaz da, yəni. B variantını çıx. Who olmayacaq, çünki mask məscid deməkdir. Cansızdır. Cansızdır. Who'dan əvvəl bunu çıx. When, yəni mask yer, zaman bildirmir axı. Sonra, what'dan əvvəl noun gəlməz. Məscid deməkdir. 9 oldu A. 10-cu sualda deməli point nöqtə deməkdir. Amma burada belə baxıram ki, cümləyə nöqtə mənasını deyir. Əsas nüanslar elə bir mənaya gəlir. Burada S-ləndir də, yəni konkret bu noundur. Noundursa burada yəni bunun nə işi var? Yer mənası bildirmir, bunu çıx. Səbəb bildirmir, bunu çıx. Whom'dan sonra, whom'dan əvvəl insan bildirən bir şey gəlməlidir. Bunu da çıx. C variantı doğrudur. And that cansızla işlənirdi. Məsələn, burada cansız görəndə which halına gəlir. Which'i də zaten əvəz eləyə bilirsən də. Sonra burada biz nə deyirik? Deyirik ki movement hərəkət deməkdir. Hərəkət noundur. Çıx. Yer mənası bildirmir, çıx. C-dən sonra artikasız noun gələr demişim. Afrikan, Afrikalı. Afrikalı. Afrikalı qız. Haralı. Adjektivə oxşur. Çıxart. Burada that veribdir. That hərəkət cansızdır. Cansızdır that ola bilər də. Whom deyəndə bundan əvvəl canlı gəlməlidir. Canlı gəlməyibdir. Hərəkət cansızdır. Sonra məsələn, where'dan sonra subject gəlməyib, who'dan sonra artiklsız ümumi isim gəlməyibdir. Çıxart bunu geçsin. Who, hill. Hill təpə deməkdir. Who'dan əvvəl canlı gəlir. What'dan əvvəl noun gəlmir. B variant. Apostrof S-dən sonra gəlirsə demək ki, bu noundur da. Əsasən, həmişə yox. Həmişə yox. Buynuz deməkdir. Noundur. Who'dan əvvəl canlı gəlir. Who'dan əvvəl canlı gəlir. Sonra that verilibsə, that'dan əvvəl təkdir. Buynuz təkdir. Burada iz olmalıydı. Ya variant. Ceremony mərasim deməkdir. Noundur. Cansızdır.
Burada verb varsa ikinci verb olmaz. Where'dan sonra subject gəlməliydi. What'dan əvvəl noun gəlməz. That'dan əvvəl ceremony sözü təklədirsə burada was olmalıydı. C variantı doğrudur. Məsələn, niyə doğrudur? Məsələn, took'dur da, keçmişdədir. Keçmiş feillər həmişə həm təkdilər, həm cəmdilər. Belə. İndi gəlin biraz fərqli cür işləyək. Deyək ki, how many answers are correct? Yəni, deyək ki, cavabların neçəsi düzdür? Yəni, məsələn, 1, 2, 3, 4. 3'ü götürmədin də, qalanını götürdün. Deməli, cavab 4'dür. D variantı. Yəni, belə bir şəkildə. Nəyə görək, burada cavabı neçəsi düzdür? Children uşaqlar deməkdir. Canlıdır. Canlı noundur. Burada fikir versən ki, that'dan əvvəl canlıdırsa, children uşaqlar deməkdirsə, child sözü tək olardı. Burada verb veribdir, doğrudur. Where? Mən deyəsən 1, 2, 4, 5'i götürmüşdüm. Bir dənə 3'ü götürməmişdim. Deyəsən atanda düzgün attım. Where? Yeri adı bildirmirdi uşaq. Çıx. Who'dan, who canlı, yəni özündən sonra da subject verib, doğrudur. Whom'dan əvvəl canlı, özündən sonra subject verib, doğru. Subject edək ki, subject pronoun. Sonra 5'dəki the Smiths fikir ver, bir dənə fikir ver. Who, bax bu, bir də bu bir-birinə oxşar fikir ver. Nöqtədən sonra demişdim ki, subject gəlirsə, yəni ki, indi sən bu nöqtəni doldurmaq üçün buranı qoysan, yəni nöqtədən sonra the Smith gəlmiş olurdu, düzdür? Yəni the Smith də subject-sə, hardan biləm subject? Burada da verb var da. Əgər ki, bu elədirsə, subject-sə, deməli bu nöqtənin yerinə mən what falan qoymasam da olar. Başa düşdün? Bu şəkildə oldu 5. Bayaqları sualı başlayanda çox təsadüfən 1, 2, 4, 5 eləmişdim və həqiqətən cavab belə oldu. Çox maraqlı oldu. Çox maraqlı. Apartment fərqli bir rəng seçək çünki ürəyim sıxılır. Eyni rəng olanda. Apartment mənzil deməkdir. Cansızdır. Qoy elə yerdə yazaq ki, gözümüzə görünsün. İndi fikir ver. Burada da deyək ki, neçəsi düzdür. Fikir ver. Burada which verib, which düzdür. Which'dən əvvəl cansız gəlib, problem yoxdur. When olmayacaq, yəni burada yer zaman bildirmir. When nə zaman deməkdir. Sonra burada that verib, bizim üçün problem yoxdur. Bunu götürə bilirik. Burada that, which götürə bilirsənsə, that da götürə bilirsən. Çünki which bunlar da bərabər ola bilirdi. Səsimə görə üzr istəyirəm. Üzr istəyirəm nə idi? Biraz boğazım narahatdır. Burada maraqlıdır. Deyir ki, the apartment, yəni ki, mənzil. Bu iki variantda deyir ki, yəni bizim kirayə vermək istədiyimiz, kirayələmək istədiyimiz apartment is no longer available. Yəni ki, uzun müddətdir ki, əlçatan deyil. Yəni ki, uzun müddətdir ki, biz bu evi kirayələmək istəyir, amma kirayələyə bilmirik. Uşaqlar, siz zaten apartment sözünü əvəz edirsiniz, yəni təsvir edirsiniz və deyirsiniz ki, the apartment we wanted to rent, ya da ki, which we wanted to rent. Yəni ki, kirayələmək istədiyimiz. Düzdür? Burada it verəndə burada artıqlıq yaradır. Deyir ki, mənzil hansı ki biz onu kirayələmək istəyirik? Yox. Bizim kirayələmək istədiyimiz mənzil. Bu şəkildə zaten mən relative pronoun-u izah edəndə, tərcümə edəndə fikir vermiş olarsınız. Deyirəm ki, məsələn, bunu geyinən qız, bunu elədiyimiz falan fistan, onu elədiyimiz, bunu elədiyimiz yox. İti çıxdıq. Burada bizi problem yaradan it idi. Və yaxud da ki, məsələn, fikirləşirsən ki, 3 var burada və burada da 5 var, düzdür? Və burada da fikir versən ki, yəni it falan yoxdur da, bu variantla işləyən adamsansa belə də işləyə bilərsən.
Yəni məsələn burada it falan yoxdur da, düzdür? Ya sən fikir ver. Burada which veribsə, that veribsə bunlar gəlməyə də bilir. Niyə? Çünki nöqtədən sonraya fikir ver. Burada sən gətirib qoymuş olursan we birlə ikinci. Hadi çox yazdım elə bil ki mən burada. Bəs qoy buranı açım. Nəyi götürmüşdük biz burada? Dan 3 ilə 5'i götürmüşük. 3'ü götürmədik. 3'ü götürdük. 5'i götürdük. 4'ü götürmədik. Aha. Məsələn, sən burada fikir versən ki, nöqtələrdən sonra burada which gəlib. İndi fikir ver. Birinci ilə ikincidə də nöqtələrdən sonra we gəlib. Yəni nöqtədən sonra subject gəlmiş olur da. Düzdür, nöqtədən sonra subject gələndə nöqtənin yerində which falan, when, that qoymasan da olar. Elə birbaşa subjectin özü gəlsə olar. İndi sən burada fikir ver. 1 ilə 2-nin hansını götürəsən? 2-ni götürəcəksən də. Çünki sadəcə olaraq 3 ilə 5'in arasında 3 ilə 5 və 2'nin arasındakı 1'in arasındaki tek fark buradaki itin olması. Deməli bu artıqlıq eləyir. 2, 3, 5. 3 oldu burada B variantı. Çox maraqlı bir sual. Sonra burada konkret yəni who'dan sonra team sözü gəlib. Bunu da götür. Все. Philosopher. Gəl burada baxaq. Filosofçu noundur, canlıdır. Which gəlməyəcək. Whom'dan sonra subject gəlməlidir ya da ki pronoun gəlməlidir. Subject pronoun da, yəni məsələn he falan subject pronoundular bunlar. Elə bir şey də gələ bilər ya da ki adam adı da gələ bilər, problem deyil. Yəni hərəkət edən birisi olsun da. Bu belə. Sonra nə sözü gəlmişdi? Greek philosopher. Heç xoşuma gəlmir ki, belə yarı-yarı olsun. Belə baxaq. Greek philosopher desəm. Burada whose var. Bax, who'dan sonra writings. Yəni yazıları. To write yazı deməkdir. Writing isə yazı. Bu noundur. Artiklsız ümumi isimdir. Where filosofçu deyəndə yer bildirmir. Tried deyəndə bu uca feildir və bizim burada da bir dənə verbimiz var. Ona görə də 2 dənə verb, 2 dənə qoçun başı, bir dənə qazanda pişmir deyənə 2 dənə feili də bu cümlənin içində soruştura bilmirsən. Olur burada C variantı. Belə. Bu qədər. Ümid edirəm ki, bu sizin üçün aydın oldu. Məncə qəşəng izah elədim. Belə. Sağ olun, özünüzə yaxşı baxın.